Salam dostlar. Günləriniz xoş getsin. Dostlar, deməli, bayaqları klassik şeirlərimizdən oxuyurdum və 2 dənə şeirə rast gəldim. Daha doğrusu 3 dənə şeirə. Və o şeirləri sizlə bölüşmək istəyirəm. Şeirlər aşiqanə şeirlərdir, dostlar. Və bu kimlərə həsr olunur? Sevən insanlara həsr olunur, dostlar. Bu şeirləri sevənlərə həsr edirəm. Aşiqlərə həsr edirəm. İndi bizim dövrümüzdə varsalar, onlara həsr edirəm. Deməli, dostlar, üçü də klassik ədəbiyyatımızdandır. Biri Nizami Gəncəvidəndir, dostlar. Görün nə deyir hələ Nizami Gəncəvi? Deyir ki, dostlar, afərin hüsnünə mən bir belə dilbər istərəm. Gecələr şəm yanar, sən kimi gövhər istərəm. Od ləbin, ud xalın, hər biri şəkər kimidir. Valehəm onlara mən, bir belə məcmər istərəm. Duzda çox ləzzət olar, amma ki şirin olmaz. Duzlusan, həm də şirin, sən kimi şəkər istərəm. Sənin eşqinlə töküb hər iki dünyanı bugün, bir qədəhdən içərəm, mən belə sağər istərəm. Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır. Gör nə xoşdur, gözəlim, bir belə ənbər istərəm. Bağladın zülfünə qul tək bu nizamini özün, söyləyir zülfün ucu, bir belə çakər istərəm. Bu şeiri oxumuşdum mu, dostlar? Yadıma gəlmir. Amma çox qəşəngdir. Qəzəldir, bu düzdür, qəzəl. Bax, deyir ki, dostlar, burada bir neçə super yer var. Super yer var. Bax, məsələn, ləbbin ot kimidir, şəkər kimidir. Dodaqların ot kimidir, şəkər kimidir. Bu məqam. Dodaqlarına valehəm. Bu məqam. Sonra deyir, bax, duzda ləzzət çox olur, duzda. Amma duz şirin olmur da, düzdür. Amma sevgilisinə deyir ki, sən həm duzlusan, həm şəkər kimisən. Yəni, həm ləzzətlisən, həm şirinsən. Bax, bunu deyir. Sənin, deyir, eşqinlə töküb hər iki dünyanı bugün bir qədəhdən içərəm. Yəni ki, sənin varlığını, gəlin mən belə doldurum bu cümləni, sənin varlığını bir qədəhə tökərəm, eşqimin şərabını. Hər iki dünya ora sığar. Yəni ki, sənin sevgin mənim üçün hər iki dünyadır. Həm bu dünyadır, həm o biri dünyadır. Belə də şərhləmək var bunu, bu düşüncəni. Mənimsənsə, həm bu dünya mənimdir, həm o biri dünya mənimdir. Yəni, cənnəti də bu dünyada yaşayıram, əgər mənimsənsə. Bunu demək istəyir, sevgilisi üçün deyir. Əgər mənimsənsə, cənnəti bu dünyada yaşayıram. Sən deyir, saçların ətrafa bizən necə, elə rayihə yayır, bir ətir yayır. Və mən sənin o zülfünün quluna çevirdim, sənin o saçlarının köləsi oldum. Bu yerlər çox qəşəng idi burada, dostlar, xoşuma gəlmişdi. Onları bölüşmək istədim sizlə, dostlar. Müəzzəm Nizami Gəncəvidən. Müəzzəm Nizami Gəncəvidən.
Digər ikisi də dostlar. Ustad Molla Pənah Vaqifdəndir dostlar. Bir dənə belə acayib dərəcədə belə necə deyirlər, dolub daşan belə necə deyim ki, belə seldir də sel. Gürhagürlə axan bir sel var. Onu xatırladan bir dənə şeirə rast gəldim dostlar Molla Pənah Vaqifdə. İki dənə şeir var. Onu oxuyacağım, onu sonraya saxlayıram. Birini də oxuyum, birini oxuyarım. Bədənin sərasər gül xərmənidir. Qamətin gözəldir, gözəl sevdiyim. Heç nə istəmənəm iki dünyada. Sənsən mənim axır əzəl sevdiyim. Deyir ki, bədənin sevgilisinə deyir də, sən bədənin gül bağçası kimidir, gül bağçasıdır sevgilisinə. Sənin qamətin gözəldir, mənim gözəl sevdiyim. Bu iki dünyada, nə bu dünyada, nə o bu dünyada, nə bu dünyada, nə o bu dünyada heç nə istəmirəm səndən başqa. Sən mənim sevgilimsən, axır əvvəl, axır əzəl sevgilimsən. Qul vermişəm bu canımı canına. Harda olsam, könlüm gələr yanına. Nə qədər söyləsəm sənin şanına, yaraşar müxəmməs, qəzəl sevdiyim. Deyir ki, bax sən harda olarsan ha, sevdiyim. Harda olarsansa mənim könlüm gələr sənin yanına, səni tapar. Ruhum gələr sənin yanına, səni tapar. Nə qədər sənin şənivə şeir desəm, qəzəl desəm, müxəmməs desəm, nə qədər desəm, o qədər sənə yaraşar. Yəni sənin gözəlliyi nə qədər tərənnüm eləyərəmsə, o qədər sənə yaraşar. O qədər sənə yaraşar. İraq durma, məndən cüdayı gəzmə. Sevirsən, ey nazlım, xudayı gəzmə. Əyri oturub belə kinayı gəzmə. Gəl indi mənimlə düzəl sevdiyim. Bu mənim üçün biraz bunu şərhləmək çətindir dostlar. Mənə ancaq belə gəlir ki, məzmun burada belə bir şeydir ki, məndən uzaq durma, məndən uzaq qalma. Mənə yaxındır. Yəqin ki, bunu demək istəyir. Ahımı göylərə hər səhər çəkdim. Kəm çəkmədim, amma mötəbər çəkdim. Qoynunda nar dərdi ol qədər çəkdim. Oldu rəngim axır xəzəl sevdiyim. Bu biraz çətindir. Bunu Molla Pənah şünasların, Vaqif şünasların öhdəsinə buraxay dostlar bu yerin şərhini. Xumar gözlərini oyaq qoymasan, yıxılan könlümə dayaq qoymasan, dərman eyləməyə ayaq qoymasan, şikəstə Vaqifdən üz əl sevdiyim. Buranı da mən belə şərhləyərdim dostlar. Deyir ki, bax, mənim bu könlüm yıxılıb da sənə olan sevgimlə. Ona dayaq qoymasan, mənə dərman eləməsən, mənim dərdimə dərman olmasan, mən şikəst vəziyyətinə düşərəm, gələk onu da məndən üst çevirəsən. Yəqin ki, belə demək istəyir. Mən belə şərh eləməm. Amma ola bilər ki, Vaqif şünaslar fərqli cür şərh eləsinlər dostlar. Yəni ki, mənə belə gəlir ki, burada məzmun belədir ki, dostlar. Yəni ki, sevdiyinə deyir ki, mənim dərdimə dərman olmalısan. Yəni, dərdimə dərman olmayacaqsansa, şikəst vəziyyətinə düşəcəyim, gələk məndən üst çevirəsən. Artıq üz çevirərsən.
Bax, bir də var dostlar, onu da oxuyum. Onu da oxuyum. Ey mələk xoylu, ey Tuba boylu yar, Kuyindir cənnəti rizvanım mənim. Huri qılman olsa girməz gözümə, Sənsən candan əziz cananım mənim. Gör nə deyir, gör sevgilisinə dostlar. Vaqifin aşıqı. Deyir ki, bax, sən mənim cənnətimsən. Huri mələk olsa, qılman olsa gözümə girməz. Yəni bir dənə mələk olsun, gözümə görünməz. Mənim candan əziz cananım sənsən. Sənsən. Yəni sən olan yerdə mənim gözüm mələkdir, qılmandır, kimdir görməz, hurizadı görməz. Pərim, pərim, sənubərim, gülbərki tərim, gövhərim, yaqutum, ləli əhmərim, hekayətim, fikrim, zikrim, əzbərim, xəyalımda şirin nihanım mənim. Dostlar, demək qiraətçi deyiləm də, yəni belə özüm istədiyim kimi oxuyuram da, bacardığım kimi. Buna görə üzülə biləsiniz dostlar. Nə deyir? Deyir ki, sən mənim pərimsən, sənubərimsən, gövhərimsən, yaqutumsan, hekayətimsən, fikrimsən, zikrimsən, əzbərimsən. Xurşid rüxsarım, qəmər cəbinim, baharım, gülzarım, xuldi bərinim, yarım, qəmküsarım, xoş nazəninim, gözəlim, göyçəyim, cavanım mənim. Naz verir də, sevgilisinə naz verir, oxşuyur onu, nazlayır. Vəxdətim, xoş günüm, söhbətim, dəmim, fəxfurum, qeysərim, cəmşidim, cəmim, xosrovum, xaqanım, şah-ı əzəmim, padşahım, həm əla sultanım mənim. Zövqüm, səfam, seyrim, bağım, çəmənim, süsənim, sümbülüm, laləm, səmənim, xətav-ı xotənim, Çinim, Yəmənim, Hindistanım, Rumum, İranım mənim. Ay Allah. Nələr. Yəni deyir ki, dostlar, sevgilisinə deyir ki, bax sən mənim zövqümsən, sən mənim səfamsan. Yəni həzzimsən, ləzzətimsən bu dünyada. Mənim bağımsan, çəmənimsən, seyrimsən. O bilirsən necə? O qırmızı qızıl güllü çəmənimsən. Yəni qırmızı qızıl güllərlə belə bəzənmiş çəmənimsən mənim. Sevgilisinə deyir. Sümbülümsən, süsənimsən, laləmsən, səmənimsən. Sən mənim ölkələrsən, o ölkələrə gedərlər, bax deyərlər ki, bax mən filan ölkəyə getmişəm, bəhmən ölkəyə getmişəm, bu bir ölkəni gəzmişəm, o bir ölkəni gəzmişəm, səyahətlər eləmişəm, indi o ölkələri düşündə nələr baş verir orada. Bu deyir ki, o başqaları gəzər oranı buranı. Amma mənim o ölkələrim sənsən. Sən mənim Hindistanımsan, sən mənim Rumumsan, sən mənim İranımsan, Yəmənimsən, Çinimsən. Yəni ki, mən səni görmək, sevgilisisin deyir, bax sənə baxmaq, səni görmək, bilsən nə deməkdir? Sanki mən o ölkələrin ehtişamını görürəm. Bax, o ölkələr var, Hindistan, Çin, İran, Rum, Yəmən, o ölkələrdəki ehtişamı görməyimə gərək yoxdur. Səni görmək, sənə baxmaq elə, səni hiss eləmək, səni duymaq mənim üçün ölkələrin bəxş etdiyi ehtişama bərabərdir. Sözüm, ixtilatım, hər qal qilim, mətləbim, muradım, xatirim, meylim, şəkkərim, şirinim, gülşahım, leylim, Züleyxam, Yusifi Kənanım mənim.
Bu qəhrəmanlardır mən bilən dostlar. Ədəbi qəhrəmanlardılar bunlar. Onlara bənzədir sevgilisinə. Yəni, onların hamısını oxumuşam. Amma onların o bütövlüyü səndə birləşib mənim üçün, sevgilisinə. Onların xüsusiyyətləri sənin hüsnündə birləşib. Sənin necə deyirlər, varlığında birləşib hamısı toplanıblar. Yerişində, gülüşündə, saçlarının tərpənişində, göz bəbəklərinin oynamağında bunlarda birləşib. Həblül mətin zülfün, Kəbə üzündür. Mehrabın, mənbərin, qaşın gözündür. Vaqifəm, ey sənəm, sənin sözündür, gecə gündüz fikri xəyalım mənim. Bax, deyir ki, Kəbə sənin üzündür. Mənim mehrabım, dua eləyərlər, mehrabım, mənbərim sənin qaşın gözündür. Gecə gündüz fikrim, xəyalım sənin sözündür, səndən bağlıdır. Gördünüz mü? Belə dostlar, yəni burada da Vaqifin aşıqı öz sevdiyini bax bu cür tərənnüm edir. Onun xoş, gözəl cəhətlərini vurğulayır və ondan böyük ilham alır. Həzz alır, sevgilisindən həzz alır onun varlığından. İlham alır və həyata sevgisi artır. Sevinci, şadlığı artır. Burada aydın məsələdir ki, sevginin böyük dəyəri göstərilir dostlar insan həyatında. Belə. Amma əlbəttə ki, dostlar, bunlar yəni ki, indi ədəbiyyat içində, aləmində bu söhbətlər eləyir. Aydın məsələdir. Yəni, bunları poeziya içərisində təmiz saxlamağımız çox əhəmiyyətlidir, dostlar, çox əhəmiyyətlidir. İdeal olaraq saxlamağımız çox əhəmiyyətlidir. Belə, hələlik dostlar, başqa nəsə var idi burada, 2 dənə idi, düzdür. Hələlik bu qədər, yenə də gələcəkdə tapdıqca belə şeirlər sizlə bölüşəcəyəm dostlar. Və əlimiz çatdıqca, əlimizdən gəldikcə sevənlərin könlünü poeziya vasitəsilə şad eləyəcəyik. Çünki nəyə görə? Çünki demişdik bu barədə missiyalarımızdan biri bundan ibarətdir ki, bədi ədəbiyyatın bəxş etdiyi xoşbəxtliyi, səadəti indi nə qədər bəxş edirlərsə, yer üzündə qorumaq əlimiz çatdığı qədər və qorumaq və bu səadəti gələcək nəsillərə də ötürməkdir. Ona görə də bugün də missiyamızın kiçik bir bölümünü yerinə yetirməyə çalışdıq. Hələlik dostlar, sizdən müğayət olun, bu dünyalardan çıxırıq. Gecəniz xeyrə qalsın.